إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər, bugün Allahın izni ilə Buluğul Maram kitabında olan növbəti hədislərin izahını, davamını sizlərlə bərabər qeyd edəcək və bugün inşallah toxunmaq istədiyimiz məsələ pişiyin dəstəmaz suyuna toxunması haqqında olacaq və deməli hədisdə Əbi Qatadə radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qalə fil hirrati. Əbu Qatadənin rəvayətinə görə Allah Resulü sallallahu aleyhi və səlləm pişik haqqında deyib ki, İnnəhə leysət binəcəsən innəmə hiyə minət təvvafinə aleykum əxrəcəhu əl-ərбə və səhhəhu Tirmizi və İbn Xuzeymə. Həqiqətən o murdar, nəcis deyil və o ətrafınızda ən çox gəzənlərdəndir. Və bu hədisi Abu Davud, Tirmizi, Nəsə ibn Məcə rəvayət edir və həmçinin də deməli Tirmizi, İbn Xuzeymə hədisin səhih olduğunu qeyd ediblər. Hədisin izahında alimlər qeyd edirlər ki, Əbu Qatadənin bu sözləri qeyd eləməsinin bir səbəbi var. Hansı ki, yəni o evinə bir gün daxil olduğu zaman və xanımı onun üçün dəstəmaz alması üçün su hazırlayır və bu vaxt pişik gəlir və qabın yanına əyilir və həmçinin də yəni dəstəmaz üçün hazırlanan sudan pişik içməyə başlayır. Və Əbu Qatadənin xanımı həmən suya və pişiyə baxır və bu hal ona çox qəribə gəlir ki, görəsən suyun hökmü necə olacaq? Və sonra isə Əbu Qatadə rahimehullah öz yoldaşına, öz həyat yoldaşına bu hədisi qeyd edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem pişik haqqında deyib ki, yəni innəhə leysət binəcəs. Həqiqətən o murdar deyil, nəcis deyil. Deməli, hədisi nəql edən ravinin bu hədisi nəql eləməsinin səbəbi nə idi? Həmən bu hadisə idi. Və ümumiyyətlə Peyğəmbər sallallahu aleyhi ve sellemin adətindən idi, hikmətindən idi ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir hökm verəndə onun səbəbini bildirərdi. Xüsusən də əgər onun yəni səbəbinin bildirilməsi insanlar üçün vacib edirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu bəyan eləyərdi ümmətinə ki, yəni hətta həmən insanlar bu hökmə rahatlıqla riayət eləsinlər. Və buna görə də Peyğəmbər sallallahu aleyhi ve sellem yəni qeyd edib ki, yəni pişik deməli nəcis deyil və sonrası Allah Resulü sallallahu aleyhi ve sellem yəni səbəbini qeyd edir. Niyə görə? Çünki buyurur ki, həqiqətən də o sizin ətrafınızda çox gəzənlərdəndir. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem demədi ki, halaldır. Əksinə dedi ki, başınızın yəni yan görənizdə, ətrafınızda çox gəzənlərdəndir, çox dolaşanlardandır. Hədisin faydalarından birincisi, yəni əgər bir insan onun qabağındakının bir şeydən qəribsədiyini görsə, ona bir şey qəribə gəlsə, təəccüblü gəlsə, yaxşı olar ki, həmən insanın təəccübünü, yəni ona qəribə gələn şey aradan qaldırsın. Və bunun sübutu da Əbu Qatadənin elədiyi hərəkət idi. Hansı ki, xanımı bu işdən təəccüblənmişdi. Görərsən, su necə olacaq, hansı ki, pişik onu yalayıb, ondan içib və Əbu Qatadə rahimehullah xanımına çatdırır ki, deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyib pişik haqqında ki, pişik yəni nəcis deyil, o sizin ətrafınızda dolananlardandır. Və həmçinin Səlman el-Fərsi radiyallahu anhunun hadisəsi, Səlman el-Fərsi radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin peyğəmbərlik möhrünə baxmaq istəyəndə Allah Resulü sallallahu aleyhi ve sellem bunu hiss edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem çiynindəki o ridanı öz örtüyünə açır və Səlman el-Fərsi radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin nübüvvət xitamını görür. Peyğəmbərlik möhrünü Peyğəmbər sallallahu aleyhi ve sellemin bədənində onu görür və sonra isə Səlman el-Fərsi radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem öpüb ağlayır. Ona görə də əxlaqdandır ki, yəni qardaşın əgər bir şeyə baxmaq istəyərsə və əgər bunun sənə heç bir ziyanı, heç bir zərəri yoxdursa,
o zaman sən o şeyi ona bəyan eləməlisən. Əgər bir şey ona təəccüblü gəlirsə, qəribə gəlibsə və onu bəyan eləməkdə sənə heç bir zərər, ziyan yoxdursa, o şeyi ona bəyan eləmək əlbəttə ki, ədəbdən, əxlaqdandır və onu sevindirirsə, o gözəl haldır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, hərəkətlərindən idi, feillərindən idi və həmçinin sahabələr də belə eləyərdilər. Çünki onlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən belə öyrənmişlər. Hədisdən çıxan ikinci fayda isə yeməyə haram olan hər şey nəcisdir. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm yəni pişiyi başqa heyvanlarda yəni olmayan bir səbəbdən dolayı pişikləri istisna eləmişdi. Pişiyin hökmünü istisna eləmişdi. Və üçüncü fayda isə əgər pişik sudan içərsə, su nəcis olmaz. İstər o su az olsun, istərsə də çox olsun, fərqi yoxdur. Çünki Əbu Qatadənin dəstəmaz aldığı su bəllidir ki, az su idi. Hətta pişik ona toxunmuşdu, deməli, pişiyin toxunduğu su nəcis olmaz. Və dördüncü fayda isə yəni pişiyin murdar bir şeyi yeyib yeməməsi arasında bir fərq yoxdur. Yəni bu hədisin ümumi mənasından gəlir ki, yəni pişik nəcis deyil. Pişik nəcis deyil. Hətta o pişik insan yesə də belə, başqa bir heyvan yesə də belə, yəni gəlib o sudan içsə, su murdar olmaz. Çünki hədis qeyd edir ki, ümumidir ki, həqiqətən o murdar deyil. Əgər birdən pişiyin dodağındakı qanın təsirini suda görsək, o zaman su murdar olar. Amma heç bir şey görməsək, o zaman nədir? Su təmiz sudur. Və beşincisi isə şərii qayda olaraq məşəqqət asanlıq gətirir. Və bunun sübutu da odur ki, Uca Allah Subhanahu wa Taala çətinliyi aradan qaldırmaq üçün pişiyin murdarlığını aradan qaldırmışdır. Çünki o evlərdə ən çox gəzən heyvanlardandır. Əgər murdar olsaydı, evdə olan qabdan su, süd içsəydi və həmçinin yeməkdən yesəydi, o insanlar çətinlik törədərdi. Ona görə də məşəqqət asanlığa gətirir. Uca Allah Subhanahu wa Taala bu çətinliyi ümmətin üzərindən qaldırır. 6-cı fayda. Nəzasətdən qorunmaq çətin olduqda, murdarlıqdan qorunmaq çətin olduqda onlar bağışlanır. Yəni buna misal olaraq alimlər deyiblər ki, iki çıxış yolu istisna olmaqla, silik və nəcis yolundan çıxan qan istisna olmaqla, yəni insanın digər bədən üzvlərindən çıxan az miqdarda qan onun üçün bağışlanıb. Yəni onun üçün artıq bir şey keçilib. Yəni o qan həmən insan üçün nəcis hökmünü, murdarlıq hökmünü daşımır. Az miqdarda olan qan. Necə ki, bu arada Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, yəni bütün nəzasətlərdən qorunmaq çətin olduqda onların az bir miqdarı bağışlanır. Və 7-ci fayda isə istisna da təmizdir. Buna dəlil Peyğəmbər sallallahu əleyhi və səlləm pişiklər haqqında dedi ki, ətrafınızda çox gəzənlərdəndir. Ona görə də şərh edən İbn Teymiyyə rahimehullah buyurur ki, yəni insanlar da belədir. Yəni onlar da ətrafda çox gəzib, çox dolaşandılar. Xüsusən evlərdə, ona görə də təmizdir. Yəni insan öldükdə murdar olur, nəcis olur. Yəni insan öldüyü zaman Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, nədir? Onu və həmçinin onun ətrafını atın, təmizləyin. Amma İbn Teymiyyə rahimehullah buyurur ki, insan təmizdir və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə əsasən ki, yəni pişiklər barədə buyurdu ki, o sizin ətrafınızda çox gəzənlərdəndir. Ona görə də yəni sağ ikən asanlıq gətirən səbəb artıq aradan qalxdığına görə, yəni hansı ki artıq istər pişik olsun, istərsə də insan artıq öldüsə, artıq ölmüş sayılır, nəcis sayılır. O həmən qabın içərisindən xaric edilir və həmçinin onun düşdüyü yer təmizlənir. Aydındır. Və 8-ci fayda isə Allah Subhanahu wa Taala'nın məxluqatına qarşı olan rəhməti. Yəni hansı ki bəndələr elə şeylər var ki, onlar o şeylərdən uzaq durmaq onlara çətin gəlir. Uca Allah Subhanahu wa Taala bunu onlar üçün yüngülləşdirib. Yəni misal olaraq pişiklər, onlardan uzaqlaşmaq çətindir. Çox evlərdə pişik var.
çox yerlərdə pişiklər hərəkət edir. Ona görə də Allah Subhanahu va Taala məxluqatına qarşı rəhmətindəndir ki, yəni uzaq durması çətin olan şeyləri onlar üçün yüngülləşdirib. Ki, yəni həqiqətən də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o murdar deyil, pişik o ətrafınızda çox gəzənlərdəndir. Ona görə də həqiqətən də İslam şəriəti asanlıq üzərində bina edilib, onun üzərində qurulub və İslam şəriəti çətinliyi aradan qaldırıb və bu Allahın kəlamında da, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində də öz sübutunu tapır. Yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Uca Allah Subhanahu va Taala sizlərə asanlıq istəyir, çətinlik istəmir. Başqa ayədə buyurur ki: "Və ma ca'ala aleykum fi'd-dini min harac." O dində sizə heç bir çətinlik yaratmıyor və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində buyurur ki, din asanlıqdır. Başqa bir hədisində buyurur ki, hər kim dini çətinləşdirməyə çalışarsa, din onu məğlub eləyər. Və digər hədisində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, asanlaşdıran çətinləşdirməyin, müjdəliyin, nifrət elətdirməyin. Siz asanlaşdıran olaraq göndərildiniz, çətinləşdirən olaraq deyil. Və bu elhamdülillah İslamın yəni gözəlliyindəndir, dinimizin gözəlliyindəndir ki, din asanlıq dini olaraq gəlib. İnsanlar heç bir şey çətinləşdirməyib. Və hətta İbn Seymur rahimehullah burada gözəl bir fayda gətirir ki, insan bəzən günahları və pislikləri görəndə kimlərdənsə ona qeyrət hissi bürüyür, qəzəblənir və sərtləşir. Və biz belə bir insandır ki, Allah səndən razı olsun. Yəni qeyrət şübhəsiz ki, lazım olan bir şeydir. Qeyrəti olmayanın, dinə qeyrəti olmayanın əlbəttə ki, qəlbi ölüdür. Və İbn Seym rahimehullah gözəl bir tövsiyə edir. Deyir ki, amma deyir, sən deyir, günah eləyənlərə qarşı qeyrət göstərəndə bu qeyrət hissinin alovunu kobud sözlərlə və həmçinin çirkin əməllərlə söndürmək istəyirsən, yoxsa ki, insanları islah etmək istəyirsən. Və təbii ki, sənin fikrin, düşüncən əlbəttə ki, ikinci olmalıdır. İnsanların islahı olmalıdır. Və ona görə də İbn Seym rahimehullah buyurur ki, əgər də sənin məqsədin islah etməkdirsə, o zaman islahatı aparan ən yaxın yolu seçməlisən. Təbii ki, biz günah əməl işləyən bir bəndəni görəndə şübhəsiz ki, biz onun günahını nifrət edirik. Yaxşı, bəs o günah eləyən insana qarşı necə yanaşmaq lazımdır? Tutaq ki, əgər birdən bir bədəni yara basmış, bədəni şiş olan bir insan gördük və yaxud da bədəninə güllə batan bir insan görsək, biz onun bədənini pis bıçaqla kəsib doğrayıb qanının axmasına imkan verərək, yoxsa ki, ən incə alətlərdən istifadə etməklə o fəsadı aradan qaldırarıq. Əlbəttə ki, şübhəsiz ki, ikinci nə edəcək? Yəni, gözəl şəkildə, tələsmədən, alətlərdən ehtiyatlı şəkildə istifadə eləməklə biz onun yarasını, şişini və yaxud da bədənində olan qəlpəni onun xaric eləməyə çalışarıq. Ona görə də buyurur ki, Şeyx rahimehullah, mənəvi xəstəliklər də fiziki xəstəliklər kimidir. Və ona görə də indi xüsusən də günahların çoxaldığı bir dövrdə, yəni təsəvvür et ki, İbn Seym rahimehullah bunu 20-25 il bundan qabaq deyib, 25-30 il bundan qabaq deyib, təsəvvür et ki, əgər Şeyx rahimehullah öz dövründə bunu deyirdisə, gör indi bu hal bu dövrümüzdə yaşadığımız zamana necə tətbiq olunmalıdır. Ona görə də buyurur ki, bazardığımız qədər ən yumuşaq üslubu istifadə etməliyik. Və insan doğru yolda olanda hərdən coşub hirslənə və yaxud da əziyyət çəkə bilər. Amma özünü başqalarını islah etməyə öyrəşdirməlidir. Özünü buna alışdırmalıdır. Və bu din elhamdülillah asanlıq dinidir. Hər bir cəhətin, hər bir tərəfdən və bu din Allah həmd olsun insanların islahı üçün göndərilib. İnsanların xeyri üçün, mənfəəti üçün göndərilib və Allah həmd olsun və biz hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin pişik barəsində olan hədisinə də baxsaq görərik ki, din həqiqətən də asan bir dindir, çətin din deyil. Doğrudan İbn Seym rahimehullahın bu yerdə çəkdiyi misal çox gözəl bir misaldır insanların islahı üçün. Yəni insan çalışmalı ki, onları ən gözəl şəkildə müalicə eləsin, ən zərif formada, ən yumuşaq şəkildə cəmiyyəti islah etməyə çalışsın. Amma şiddət, yəni
insanlara qarşı sərt davranmaq, insanları alçaltmaq, onları aşağı görmək, təbii ki, bu, yəni həqiqi İslam metodundan, mənhəcindən uzaq olan şeylərdir. Təbii ki, hər bir şeyin öz yeri var, şiddətin öz yeri var, yumuşaqlığın öz yeri var. Amma nə qədər yumuşaqlıq olsa, o iş bir o qədər bəzənmiş olar, gözəlləşdirilmiş olar. Və ona görə də, əziz bacı və qardaşlarım, yəni bu məsələyə diqqət etmək. Yəni mənəvi xəstəliklər, fiziki xəstəliklər kimidir? Yəni biz xəstə olan birisinə heç vaxt şiddətlə davranmırıq. Çalışırıq ki, mərhələnə, yumuşaq şəkildə, gözəl şəkildə onu müalicə edək. Və mənəvi xəstəliklərin müalicəsi belə olmalıdır. Və sonda isə iki məsələni qeyd eləyək. Pişiyin murdar olmadığı hökm ümumidir, yoxsa yox? Cavab əlbəttə ki, xeyr, ümumi deyil. Yəni, pişiyin murdar olmaması ağız suyunun, burnundan çıxanların, tərinin və yemək və içmək qabında qalan artığının nəcis olmadığı deməkdir. Yəni, onun ağız suyu, burnundan çıxan, təri və həmçində yemək və içmək qabında qalan artığı bunlar nəcis deyil. Lakin onun təbii ki, siliyinə gəldikdə isə, nəcisinə və qanına gəldikdə isə nəcisdir bunlar. Bunlar murdardır. Və həmçinin də qusmağı da və daxili orqanlarından çıxan hər bir şey, bunlar da alimlər qeyd edirlər ki, bunlar nəcisdir. Bu birinci tərəf ki, yəni onun murdar olmaması ümumi deyil. Yəni bəzi hallar var, onlar da qeyd edir ki, bunlar nəcisdirlər. Bütün heyvanlarda olduğu kimi bu da yəni əti yeyilməyən heyvanlarda olduğu kimi bunun da bəzi şeyləri var ki, onlar yəni insanın paltarına dəyərsə və yaxud da bir yerə bulaşdırırsa, o yer təmizlənməlidir. Və ikinci məsələ isə ondan ibarətdir ki, yaxşı, bəs biz bunu ov itinə, bu hədisi ov itinə və yaxud da əkin itlərinə, çoban itinə şamil eləyə bilərik, yoxsa yox? Hansı ki, onlar da bizim ətrafımıza gəzib dolanırlar, çox gəzirlər çobanın yanında, heyvan saxlayanların yanında. Yəni itlərdə, alimlər qeyd edirlər ki, itlərdə fərqi yoxdur. İstər bu çoban iti olsun, istər əkinçilik, istərsə də öyrədilməmiş it olsun, hər bir halda itin ağız suyundan, yalamağından insan çəkinməlidir. Çünki alimlər qeyd edirlər ki, bu nəcisdir və bunun aradan qaldırılması keçən dərslərdə qeyd edildiyimiz kimi lazımdır. Və bu pişiyin dəstəmə suyuna toxunması haqqında olan bəzi hədis məlumatlar idi. Uca Allah Subhanahu wa Ta'ala bizə eşidib yaxşı tabi olanlardır. Eləsin Uca Allah bizləri fəqih, dini başa düşən, dini anlayan kimsələrdən eləsin. Subhanəkəllah, bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruke və etûbü ileyk.